Xaçmaz polisi və prokurorluğu dəhşətli qətlin üstünü açıb, itkin kimi axtarışda olan şəxsin əslində öldürülməsi aşkarlanıb. Aynesin Qusar bürosu 1 il 3 ay bundan əvvəl baş vermiş hadisənin təfərrüatlarını ekskluziv olaraq izləyib. Qanlı cinayət hadisəsi 2014-cü ilin yanvar ayında Xaçmazın Rəhimoba kəndində baş verib. Mərhum Bünyat Seyidov 2014-cü ilin yanvar ayında həyat yoldaşı Şamamə və oğlu Əmir tərəfindən ov tüfəngi ilə qətlə yetirilərək gördüyünüz bu ayaq yolu quyusunda bastırılıb. Xaçmaz polis şöbəsində ilk gün düşmüş kimi qeydiyyatda olan 44 yaşlı Bünyat Seyidovun ailə üzvləri tərəfindən qətlə yetirilməsi polis şöbəsinə daxil olan əməliyyat məlumatının araşdırılmasından sonra məlum olub. Hadisə yerinə gələn əməliyyatçılar həyətdəki ayaq yolundan mərhumun artıq çürümüş meyidini çıxardaraq tibbi ekspertizaya göndəriblər. Bu evə gəlib bir dənə hamı bilir. Bunlar da hamının izahatı veriləcək, hamısı çəkiləcək ora. Şöbədə hamısı bilinəcək. Hamı deyir ki, evdən çıxıb Rusiyadadır. İş için gedib də pasiyanın işlədiyi yer olub. Hardan çıxdı gör. Ay Allah, bir dənə hökumət onun layıqlı cəzasını versin. Ana-oğul planlarını mərhum Seyidov yataqda olarkən törədiblər və sonra hamıya onun Mahaçqalıya getdiyini bildiriblər. Ər və ata qatil olan 39 yaşlı Şamamə və 18 yaşlı Əmir Seyidovlar işsizlərə yaxalanaraq istintaqa təhvil verilib. Onların hər ikisi qətli törətdiklərini etiraf ediblər. 2 ildir bizi dövür deyənə, anam da bezmiş əlindən. Bizə dedi ki, vur, mən də vurdum tüfəyinə. İkimiz atdırır, bastırdı əvvəl üstünə tuvalet edir, kəpirdə ayıq toxusuna qaldı əl orada. Hə, peşman da günəm. Siz uşağınıza demişsiniz ki, öldürək. Hə. Nəyə görə? Bax, Ama günüm qara idi, gündə dövürdü mənə. Hər axşam işib gəlib, o yolun adamısan, bu git mənə arağa. Xaçmaz prokurorluğu da artıq hadisəyə rəsmi mövqeyini açıqlayıb. Qardaşların məlumatı sonradan verdikləri için düşmə bu arada məlumatla əlaqədar bu faktın araşdırılarkən qeyd olunan cinayət hadisəsinin üstü açılmışdır. Həmin faktla əlaqədar Xaçmaz rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4-cü maddələrlə cinayət başlanmış və hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir. Mərhum ailə başçısından canlarını qurtarmaq istəyən ana və oğlu indi 12 ildən 15 ilə dək həbs cəzası gözləyir.